Herkese salam. Yoldan sizi yine salamlayıram. Ailəni dərsə aparıram. Biraz alışveriş edib qayıdacağım evə. Bugün ailənin hazırlığı yoxdur. Hazırlığı olanda səhər 9-da gedir. Atası aparır, mənə rahat olur. Bugün hazırlığı yoxdur deyənə 11-də məktəbə aparıram. Əslində 1-3-5'dir ailində hazırlıq. Sadəcə bugün müəlliməsinin işi var idi. Dedi ikinci gün, yəni sabah keçəcəm onun yerinə. Gedirəm. Ailə işi qoyum, tez bir-iki dənə şey almalıyam. Alım evə qayıdım. Daha sonra günorta yeməyinə ailə iş ciyər istəyir. Gedim görüm təzə ciyər varsa alım. Qızardım. Nəhayət gəldim, çatdım evə. Dəhşət külək var havada. Qısa nələr almışam, onları göstərim. Birinci, bizim evimizin sakinlərinin yeməkləri. Zuziyə, korum, aypara. Ondan sonra balığın yeməyini elə qoyublar ki, dağılıb bunun içinə. Eyb yox, belə Justin 2 dənə. Bir də balıqlarımızın yeməyi. Baxın, balığın yeməyi deyil olur, amma elə qoyublar ki, dağılıb paketə. Biber. 3 bacı pişirəcəm. Hərəki 2 bacısını tapmışam. Kartof. Ondan sonra bir paket bulgur. Çoxdan da almırdım. Bulgur, bir paket belə salfetka. Ondan sonra bugün ailənin istəyi ilə yenə ciyər almışam. Ciyər pişirəcəm. Bir də toyuq, bir dənə toyuq. Belə baxın, bir dənə ciyər. Bu da limon. Limonun böyüklüyünə baxın. Göstərim sizə. Görəndə heyran oldum. Belə əlimin içi boyda. Belə 2 dənə limon. Yoldaşım, uşaqlar yeyirlər. Belə acı biber. Daha sonra patlıcan aldım. Çox balaca deyil, çox da böyük deyil də, orta boy. Dolma pişirsəm, orada istifadə edəcəm. Belə qısa bunları aldım. Sizə çoxdandır balıqlarımı göstərmirəm. Baxın, yeməyi atmışam, indi gələn kimi yeyirlər. Suyu təmizdir, ha, buradan bulanıq görsənir. Bilmirəm niyə. Hə, yəni ki, tam şəffaf su istəmirlər. Bunlar çox yekədir. Baxın, hansısa bu boyda böyüklükləri var. İndi oradan bəlkə də balaca görsənir. O necə deyim, balığı saxlanan, yəni aldığımız yerdə də deyirlər ki, olmaz da şəffaf su. Bunlar xıtmalı, belə lilli su sevirlər. Baxın, daşları falan hər şey təmizdir. Sadəcə həm buradan işıq düşür, həm də ki, biraz da suları bulanıq olmalıdır. Təmiz suda yaşaya bilmirlər. Babam deyir, qəşəng görünür. Ən balacamız odur, köhnədən qalan. Qalan bunlar hamısı böyükdülər. Baxın, ağacına baxın. Anne kız oturduq, bir stəkan çay çək. Kasıflamışıq, konfetimiz yoxdur. Yəni zarafat edirəm, var konfetimiz. Mamam qətlə içmək istədi. Roşenimiz var, roşenimiz. Anamın əlinə, mamamın əlinə nə olub qızlarım? Mənim göyçəyim, gözəlimin əli ufa olub. Aylin demiş. Deməli, mamamın barmağı damar yığılması var. Vətər yığılması var. İndi bəlkə siz bilərsiniz, bilən olar, olmaz. Bir damcı deyəm mən çəkim. Hə, başımıza gəlməyib. Biz həkimə getdik, yoxlanışdan keçdik. Həkim əməliyyat dedi. Dedi, buradan əməliyyat olmalıdır. Deməli, damar kəsilib bərpa olmalıdır da, bir sözlə. Sonra mamam biraz əməliyyatdan qorxur. Həm də ki, yəni ödündə falan da problem var da. Nə qədər əməliyyat. Ona görə belə indi mamam otpuskaya çıxma səbəbi odur ki, əli belədir, işləyə bilmir. Yəni ona gedib gəlmək, paltar geymək çətindir də. Baxın, görün nə boyda sarmışıq. Amma bunu həkim etməyib. Daha sonra biz getdik bu ara həkimi də, yəni sınıqçıya. Çox illərin tanıdığımız biri var, qocaman kişidir. Çox yaxşı bilikli, savadlı insandır da. Yəni həkim deyilsə də həkim qədər bilir. Sonra o bizə məsləhət gördü ki, yəni əməliyyat istəyirsiniz gedin də.
gedin elətdirin. Mən heç nə demirəm. Amma belə bir bəlkə belə də eləyin, mən deyən kimi bəlkə sağalar, bəlkə biraz ağrısı azalar. Məsələn də müəyyən bir vaxta qalsın əməliyyatı. Bunu da deməli biz indi etmişik. Bu təzə kəsilmiş quyruqdur, döyülmüş quyruq və biraz döyülmüş kişmiş. Bir də kamfra. Bu mamamın belə əlinə qoymuşuq. Əlim belə sarmışıq. 3 gün qalacaq. 3 gündən sonra yenə açıb təzədən məncə sarmalıyıq da. Hə, masaj eləyə sonra sarmalıyıq təzədən. Heç nə. Hə, bilən varsa, kiminsə indi olar ki, başına hamımıza can sağlığı arzulayıram. Heç birinizin başına gəlməsin. İndi olar ki da, məsələn, mamanıza, atanıza, kiminsə başına gəlibsə, yəni məsləhət verərdiniz. Yəni əməliyyat olunmağı yaxşıdır. Çünki mən bir çox soruşuruq, məsələn, elə var deyirlər ki, əməliyyat olsun. Bir neçəsi var deyir ki, yox olmasın, barmaq tamam açılmaya bilər. Bu barmaqdadır problem. Barmağı qatlayır, amma açanda barmaq baxın, məsələn, mən rahat açıram da, onda necə olurdu? Bax, belə atırdı öz-özünə ixtiyarsız. Ona görə necə deyim? Hə, bilən varsa, yəni nəysə bir anlayışı olan varsa bizə deyər. YouTube ailəmdən də dedim, qoy soruşum. Belə başımızda belə bir hadisə var. İndi inşallah ki, yaxşı olar. Sağalar, Allah hamıya can sağlığı versin. Mamam da onun içində. Mamam biraz belə şeylərə qorxaqdır, həqiqətən də. Çox qorxur. Qorxaqdır. Yəni kim əməliyyat desən qorxar da, bu sözsüz elədir. Ona görə istəmirik də indi hal-hazırda. Lap bir müddət getsin, lap yəni gələcəkdə elətdirmək olarsa, prosta ağrısı da yansın. Bir də açılıb yummağı çox çətin olur. Amma ağrısı da var. Hə, çoxdur da ağrısı. Ağrısı da çoxdur. Hələ ki otpuskadadır. İnşallah 2 həftəlik çıxıb 14 günlük. İnşallah ki yaxşı olar. Çayımı içeyim, tez durum. Zuzi, ora bura atlanma. Durum axşama yox, günortaya ciyəri qovuracam kartofla. Ailinin zakasıdır. Axşama da yoldaşımın zakası balıq qızardacam inşallah. Heç nə, yavaş-yavaş işlərimi görməliyəm. Daha sonra görüşərik bir yerlərdə, videoda. Başladım yeməyimə. Deməli, kartofu belə qoydum qızarsın. Qəşəng qızardacam kartoflarımı. Daha sonra burada ciyərləri qoymuşam. Pörtlənir yavaş-yavaş. Belə bir qəşəng boşqabda soğan doğramışam. Deməli, kartoflar biraz qızardacam. Daha sonra soğanı əlavə edəcəm və ciyəri əlavə edib üçün birlikdə bir xeyli qovuracam. Olacaq dadlı. Belə, bu ailənin sifarişidir. Heç əvvəl sevmirdi, amma son vaxtlar ciyəri çox sevir. Buranın süfrəsində dəyişdik. Plonkasını. Böyle bu da təzə deyil, evdəydi. Evi bundan qabaq sərdiyim. Sonra götürdüm, bura qoydum. Ki ağ şeylər sevirəm. O birisi çox rəngli idi. Fidan tax. O kızarır. Burada pomidor və tutma var. Yoldaşım veşlərin yanından gətirib. Bilirsiniz də, mənim veşlərimi yığmışam. Mən veşlərimi yığmışam. Ciyər də tamam qaynayıb. Veşlərimi yığmışam. Deməli, anbar kimi də belə bir yer var. Ora. Anbar deyəndə evdir, qaraj kimi də belə. Amma yəni yaxşı yerdir də. Prosta burada balacadır, yəni 10 dənə, 15 dənə belə gətirir, kompot, nə bilim, tutma, mürəbbə, şərab. Sonra bankalarını aparıb qoyur ora, təzdən yenə doluların gətirir. Ay, firar etdi. Belə götürdüm, onu sildim yerini ki, yanmasın. Belə qızlarım, sizdən bir xahişim var. Çox xahiş edirəm. Mənim videolarıma baxış öz-özünə silinir, bilmirəm niyə. Like'ları çox eləyin, yorumları çox yazın. Ondan sonra linkimi, orada paylaş işarəsi var da. Link olmasın, YouTube'da məni izləyirsiniz, orada ox işarəsi var. Onu basın, paylaşın qohumlarınızla, WhatsApp'larda paylaşın. Necə deyim, abunəm artsın. Düz deyək, yəni 2000-dən çox abunəm var. Amma yenə də artmalıdır ki, qayda qanun belədir də, ona görə.
Dəstək olun, dəstəyinizi əsirgəməyin, köməklik eləyin, abunə olun, bəyən düyməsini basın. Çox baxıram ki, axşam dünən video yükləmişəm bazar günü də. Baxıram ki, 750 baxış var. Nə bilim, çox az 70-80 əla işarəsini basan var. Xahiş edirəm bu işarəni basın. Əla işarəsini basın. Məsələn 700 nəfərin heç olmasa 500-ü əla işarəsini bassa da kanalım daha böyüyər, daha digər insanların qarşısına çıxar. Dəstəyinizi əsirgəməyin gözəl bacılarım. Elə oradan keçirtdim bu yana. Baxın, soğanı da atdım içərisinə. Ciyərlərini də atdım. İndi də belə qəşəng qovururam. Sarı kökdə falan ədviyalarının hamısını tökmüşəm. Çevirdim. İndi qovurulsun. Belə ağzını da örtək. Qovrulsun. Ay, su dağıldı. Qovuram tez silim. Hə, belə. İndi çıxıram. Tez Aylini gətirməyə. Uçuruq. Gedirik məktəbə. Yeməyimi hazırladım. Baxışına bax. Gedirik məktəbə. Fidoşu qoyum. Təzədən Aylişi götürüm. Evə qayıdım. Dəhşət külək var. Çox. Sən hər halindən gözəlsən. Ay, al. Dağılsın da saçın heç nə olmasın. Yıxılmışdım.